Mən həmişə deyirəm, İran bugün təkcə Rusiyanın yox, həm də Çinin artıq müharibə meydanıdır. Qərblə müharibə meydanına çevrilibdir. Rusiya da Çin də bilir ki, əgər İrandakı müharibə Amerikanın xeyrinə, Qərbin xeyrinə bitərsə, növbəti Amerikanın hüzuru Çin sərhədlərində olacaq. Eyni zamanda bugün Rusiya Ukraynada birbaşa ilə NATO ilə Amerika ilə vuruşur desək, bəlkə də yanlış demirik. Çünki silahlar Amerikadan gəlir, NATO'dan gəlir. Birbaşa əskəri müdaxilə olmasa da silahlar və sursatlar Qərbin təminatı ilə göndərilir Ukraynaya. Və belə çıxır ki, elə Şərq bloku, yəni Rusiya əsasən Qərblə müharibə içindədir. Və İranda həmən müharibəni qazanarsa Rusiya sərhədlərinə gələcək. Rusiya bunu çox gözəl anlayır. Ona görə də İrandakı müharibənin genişlənməsi, vüsət alması, dərinləşməsi Rusiyanın da Çinin də xeyrinədir. Sürətli həlli isə Rusiyanın da Çinin də ziyanınadır. Ona görə də əlbəttə sürətli həlli nədir? Amerika ilə razılaşma. Amerika ilə razılaşma o demək ki, Amerikanın bütün şərtləri qəbul olunmalıdır. Və Amerikalılar İranda əsas aparıcı siyasi qüvvəyə çevrilməlidirlər. Bu isə Rusiyaya ziyandır. Təbii ki, Çinə böyük zərbədir. Yəni, açıq şəkildə bəyan edirlər ki, Hörmüz boğazı başda olmaqla bu ərazidə bütün boğazları və dəhlizləri kontrol etmək istəyirlər. Belə olan təqdirdə Rusiyanın demək olar ki, bütün rıçaqları bağlanır. Hind okeanına çıxışı bağlanır. Baxın, bu yaxında Türkmənistan sərhədində körpü də vurmuşlar da, Ağqala körpüsünü. O körpü vasitəsilə İran Rusiyanın ən böyük, belə deyim ki, tranziti baş verirdi və onu da vurmuşdular. Ona görə də əslində oradakı müharibənin kontrolçusu Rusiyadır desək, Çindir desək və onların birbaşa təsiri var desək, yanılmamışıq. Bugün də əgər uçaqların orada olmasından söhbət ediriksə, hər hansı bir qiyamət uçağının və s. Bu da düzdür, biz bəlkələrlə yanaşıyıq ki, orada bəlkə bunu aparmış olar, bəlkə bunu gətirmiş olar və onu bilə bilmərik. Amma hər halda görünən budur ki, çox ciddi proseslər cərəyan etməkdədir və bu ciddi proseslər də hesab edirəm ki, payıza doğru daha da böyük bir özü ilə fəsadlar doğura bilər. Hətta quru qoşunlarla İrana müdaxilə məsələsi də gündəmdədir, biləsiniz. Bugün hər halda İran bombaları və zərbələr altındadır. Bu mövzuları müzakirə edərkən tamaşaçılarımız da hadisələrlə bağlı müxtəlif burada şərhlər və fikirlər bölüşürlər. Yeni qoşulan izləyicilərimizin elə bu xahişimizi bir daha təkrar edəcəyik ki, 1000-ə yaxın şəxs bizimlə birlikdədir. Mütləq verilişimizi bəyənən kanalımıza abunə olmağı unutmayın ki, baş verənləri, müzakirə etdiyimiz gerçəkləri, hər birimizi, hamımızı düşündürən bu məsələləri daha geniş auditoriya izləməsi üçün yayımızı bəyənin, kanalımıza abunə olun və şərhlərinizi, suallarınızı da yazın ki, biz də burada bu mövzuları müzakirə bilək. Sizin suallarınıza cavab tapa bilməyimiz üçün mütləq suallarınızı da səsləndirin. Burada qeyd etdiniz ki, payıza doğru vəziyyət daha da çətinləşəcək. Ən belə deyək, ağır və kritik proseslərin son belə deyək, olayların davamında bir neçə ayda müşahidə edilməsini görə biləcəyik. Hər halda bu da istisna deyil, çünki Amerika Birləşmiş Ştatlarında qarşıdan gələn seçkilər də var. Trump öz mövqeyini, maraqlarını daha çox gücləndirmək istəyir ki, İrandakı məsələlər bugün Trump'ın hələ də tənqid hədəfinə tuş gəlməsini gətirib çıxarır ki, həm Amerikadakı ümumiyyətlə Trump əleyhinə olan koalisiya, həm də dünyada Trump'ı tənqid edən müxtəlif belə deyək, qüvvələr bu fikri durmadan təkrar edirlər ki, sən nə etdin, nə qazandın? Hanı o deyirdin, məşhur bir ifadə ki, mən gəldim, hər şey əla, hər şey gözəl, dünyada bütün bu məsələlər həll edəcəm, problemlər həll olacaq, heç bir belə deyək, müharibə olmayacaq. Orada Azərbaycan Ermənistan məsələsində Trump'ın mövqeyi Cənubi Qafqazda bu aydındır, bu öz yerində. Amma baxaq, yaxın şərqdəki məsələlər həll edə bilməlidir. Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Amerika Birləşmiş Ştatları getdi Venezuela müdaxilədə və s. Bunlar hamısı Trump'ın ətrafındakı o, belə deyək, tənqidlərinə bir çox da irəli gedən tənqidlər olur. Onu hətta təhqir edənlərin də sayı az deyil. Dünyada baxırıq, indi onun haqqında nələr danışılır, nələr deyilir. O öz yerində hər biri Trump'ın mövqeyini təsir edir. Yəni bu suallar olacaq ki, sən İranda nə etdin? Xalqa nə verdin? O vədlər verildi, məşhur ifadələri xatırlayırıq ki, biz gəlirik, hər şey dəyişəcək, rejim hakimiyyətdən gedəcək, İran xalqı xoşbəxtlik tapacaq, Amerika olaraq bütün bunları həll eləyəcək. Amma verdiyi vədlərin, 24 saata müharibəni bitirmək ifadələri məşhur o belə deyə səslənən
bəyanatlar, çağırışlar. Bugün o məşhur bir başqa bir deyimi də xatırladı. Kənardan baxana döyüş asan gəlir. Biden hakimiyyətdə idi və elə durmadan tənqid edir ki, mən olsam bunu edəcəkdim, o olsa belə idi. Amma reallıq göstərdi ki, Trump da bütün bu, yəni ideal deyil. Hər şey elə göründüyü qədər ideal deyil ki, Trump gəlsin, bir sehirli çubuğu var və toxunsun bütün dünya cənnətə çevrilsin. Bu mümkün deyil. Bunu edə bilmir və bunu edə bilmədikcə də o öz siyasəti daha çox zəifləyir. Ona görə də məcburdur. İrandakı bugün hadisələri daha təsəlli etməyə məcburdur ki, bombalasın, vursun, dağıtsın, yıxsın. Onda rejim dəyişəcək. Nəhayət bütün bunlara İran təslim olub Amerika Birləşmiş Ştatlarına maraqlarına razılaşacaq. Hər halda Trumpın məntiqi budur. Amma real məntiqə baxaq. Bugün insanların bir gördüyü vəziyyət var. İranın mövcud durumu var. Trumpın məntiqi ilə bunlar hamısı üstə düşmür. Bugünkü orada yaşayan soydaşlarımız düşünür ki, biz Amerika, yəni orada güneyli soydaşlarımız da var. Bura bizə yazırlar, müxtəlif belə deyə fikirlər söyləyirlər və bildirirlər ki, sanki bizi biraz da İsrail pərəst, Amerika pərəst görmək istəyənlərin də sayı tapılır. Hər halda bu İranın oradakı təbliğatın da nəticəsidir. O da öz təsirini göstərir. Və elə düşünürlər ki, Amerika Birləşmiş Ştatlarının biz yanındayıq, İsrailin yanındayıq və s. Əslində biz ədalətin yanındayıq. Biz istəyirik ki, İrandakı insanlarımız, soydaşlarımız öz hüquqlarını tələb edə bilsinlər, qoruya bilsinlər, müdafiə etsinlər. Bəs bu necə olacaq? Bunun yolu hardan keçir? Amerika Birləşmiş Ştatlarının bombalar yağdırması var. Bu bombaların yağdırılması günəyə heç nə gətirmir, heç nə qazandırmır. Bəlkə də gələcəkdə gətirə bilər. Yəni sizin bu baxışlarınız, bugünkü proseslərlə bağlı yanaşmanız necədir? Yəni bu bombaların, bu raket zərbələrinin axırı hara gəlib çıxacaq? İranda nəsə dəyişəcəkmi, yoxsa heç nə olmayacaq? Biz bəzən səhv orada eləyirik ki, elə bilirik ki, bir hadisənin bir A və bir B nöqtəsi var. Yəni başlanğıc və bitiş nöqtəsi var. Amma siyasətdə nə başlanğıc var, nə bitmə nöqtəsi var. Nə də sonluq var. Siyasət səyyal ərəblər demiş. Yəni daim hərəkətdə, daim məcra və üzün dəyişə bilər. Ona görə də biz elə bilməyək ki, Trump məsəl üçün bugün Qərb İranı bombalayırsa bu təcili hansısa bir dəyişiklik və ondan da nöqtə qoyub bağlamaq fikrindədir. Yox. Proseslər daxilində iqtisadi maraqlar, siyasi maraqlar tənzimlənir. Neftin qiyməti tənzimlənir, dünya iqtisadiyyatı tənzimlənir, digər ölkələrin hesablaşmalar olur. Bugün görürsünüz, ərəb ölkələri artıq İranla müharibəyə girib və İsraillə demək olar ki, Amerika tamamilə kənarda olmasalar da bir növ kənardadır. Deməli, Qərbin burada istəyi təhcə İranı dağıtmaq deyil. Həm də şərqdə öz istədiyi siyasi və bəzən də ərazi dizaynını tamamlamaqdır. Ona görə də bu proseslər də böyük bir prosesin tərkib hissəsidir. Buna belə baxmaq lazımdır. Qaldı ki, İran məsələsinə, İran da bilirsiniz, böyük ərazidir. İrana çox asanlıqla əskəri müdaxilə edib, onu işğal edib, fəth edib, dəyişmək mümkün deyil. Çox çətin bir işdir. İllərlə, bəlkə 10 illərlə vaxt aparan və xeyli xərc tələb edən bir işdir. Ona görə də mərhələli şəkildə bunu edirlər. Və bu mərhələlər də özünüz gördünüz. Bax, rəisidən bu günə qədər o mərhələlər davamlı olaraq icra olunur. İranda, məsələn, Sayın Pezeşkiyanın hakimiyyətə gəlməsi, sonra müəyyən islahata meyillənmək, ondan sonra yavaş-yavaş bu hadisələr qızışdı. Gəldi bu günə qədər ki, biz görürük İranda faktiki olaraq Trump'ın dediyinə görə yəni bir neçə etap İran idarə edən əsas adamları artıq ölüblər də, düzdürmü? Bir neçə nəfər qalıb, bəlkə də barmaq sayı qədər vacib adamlar qalıb ki, onlar da olmasa həqiqi mənada rejim demək olar ki, yoxdur artıq. Tamam, başqa bir rejimlə biz üz-üzə gələ biləcəyik. Ona görə də görünür, burada müəyyən razılaşmalar tamamlanmayıb, iqtisadi razılaşmalar. Eyni zamanda ərəblərin də Trumpdan və Qərbdən İranla bağlı istədikləri var. Mən sizə bir şey xatırladım. Səddam Hüseynin İrana hücumun əsas məsələsi Əl-Əhvaz ostanı ilə bağlı idi, əyaləti ilə bağlı. Onu özünün əyaləti hesab edirdi, çünki orada ərəblər yaşayır. Ərəblərin davamlı olaraq İranın cənub ərazilərində iddiaları olubdur. Və orada yaşayan ərəb xalqını da dəstəkləyiblər. Eyni zamanda ərəblərin İranla adalarda problemləri var. Böyük Tomdur, Balaca Tomdur, Əbu Musadır, Xarqdır, Geşmin özü. Yəni bunlar hamısı davamlı olaraq münaqişə zonası kimi ərəblərin İran arasında olubdur. Və bugün bu müharibə əsnasında ərəblərin bu istəklərinə çatması heç də onlar üçün pis olmaz. Düzdürmü? Ona görə də Amerika Hörmüz boğazı bəlkə də mən deyirəm amma bəhanəsi ilə ola bilər də belə deyil, amma mənim təsəvvürüm budur. Bütün Hind okeanı və Omman dənizi boyu ərazisində nə var İran bazalarının hamısını vurur.